quduzluq xəstəliyi, virus mənşəli xəstəlik olub, sahibsiz itlər, vəhşi ət yeyən heyvanlar tərəfindən insanlara yoluxur. Yoluxma sinir sistemini zəiflədir, əksər hallarda ölümlə nəticələnir. Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən epizodiya əleyhinə tədbirlər planına uyğun olaraq ölkə ərazisində xüsusi təhlükəli heyvan xəstəliyi sayılan quduzluğa qarşı peyvəndləmə tədbirləri davam etdirilir. Tədbirlər çərçivəsində işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində vəhşi ət yeyən heyvanlar və sahibsiz itlərdə oral immunizasiya aparılıb. Biovid vaksini, preparatı xüsusi kapsul formasında hazırlanır, xüsusi iyə malikdir və marşrut üzrə səpələnir. Belə ki, onu xüsusi marşrut üzrə hər kvadrat kilometrə 15-20 dənə düşməklə səpmək lazımdır. Səpilmiş olan peyvənd vasitəsi itlər tərəfindən, vəhşi ət yeyən heyvan tərəfindən qəbul olunduqda 25-30 gündən sonra heyvanda immunitet formalaşmağa başlayır. Formalaşmış immunitet 13 ay müddətində yoluxmanın qarşısını alır. Qeyd edək ki, peyvənd ev heyvanları, kənd təsərrüfatı və vəhşi heyvanlar üçün zərərsizdir. Aqrar Xidmətlər Agentliyi olaraq məqsədimiz ölkə ərazisində quduzluq kimi xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısını almaq, heyvanların sağlamlığını qorumaq və insanların təhlükəsizliyini təmin etməkdir.